Ay həvəsli dövlət. Bax, günümüzə bax. Görürsünüz, bugün bazar günüdür. Ay həvəsli məmurlar. 6 bazarı istirahət edirsiniz, çox şükür. İlin 12 ayının 3 ayı bayram olur. İstirahət edirsiniz. İndi mən sahədən gəlirəm. Geçen gün bir video paylaşmışdım. Məkələrimi qarağalar çıxadıb. İndi mən təsərrüfata nə cür belə maraq görsədim ki, quşlara qoyulan hörmət insanlara qoyulmur. Dəyərli məmurlarımız, biz Naxçıvanda türmədə yaşayan insanlardan betər yaşayırıq. Nə olsun belə sərbəst yaşamırıq ki? Çünki sərbəst yaşamaq ona demir. Sərbəst ona deyirlər ki, istədiyin kimi yaşayırsan. Elə gedib orada çobançılıq eləməklə, əkin əkməklə sərbəstlik olmur ki, əsas məsələ odur ki, onu becərmək üçün bir dəstək lazımdır. Qarağalar mənim məkəmi yeyib qutarıb video paylaşdım ki, köməklik eləsin aidiyyəti qurumlar. Çox təəssüflər olsun ki, aidiyyəti qurumlardan baxdılar, güldülər, keçdilər. İndi baxın, prezidentini də istəyən, dövlətini, hökumətini istəyən mənim kimi kasıblardır. İndi məmurlar, bugün bazar günüdür. Hər o olmasa belə, mən ancaq dövlətə xidmət edirəm. Ona görə deyirəm, ay həvəsli dövlət. Əllərimi görürsünüz, ilk günündədir. Adam əlini oxşamır.